2024-cü ildə RT tərəfindən paylaşılmış sertifikasiya imtahan suallarının izahı ilə tanış olaq. Başlayaq. Hansı söz düzgün yazılmamışdır? Cavabımız olacaq D variantı, çünki qeyd olunan söz əslində bu formada yazılsaydı doğru olardı. Millət, zambaq, təəccüb, şücaət sözləri düzgün yazılıb. Cavabımız oldu D variantı. Hansı sözdə hər iki sait qalın və dodaqlanandır? Qalın saitlər A, I, O, U, dodaqlanan saitlər isə O, U, Ö, Ü. Əla. Deməli, biz elə bir söz tapmalıyıq ki, qalın və dodaqlanan olsun. Yəni, O'lu, U'lu söz tapmalıyıq ki, qalın və dodaqlanan sayılsın. Baxın, bu sait də qalın və dodaqlanandır, bu saitdir. Cavab B variantı. Hansı cümlədəki feil gələcək zamandadır? Gələcək zamanın şəkilçisi hansıdır? Acaq, əcək. Düzdür, ar, ər şəkilçisi də var. Yəni, qeyri-qəti adı altında eşitmişik. Amma variantlara baxsaz, görərsiniz ki, ar, ər şəkilçisi yoxdur. Elə bizdən istədikləri acaq, əcək imiş. Cavabımız 3-cü sualda olacaq D variantı. Hansı sözdə hərflərin sayı səslərin sayı ilə eynidir? Yəni, səs artımı yaxud da səs düşümü yoxdur. Cavab D. Maaş sözündə səs düşümü var. Dostluq sözündə səs düşümü var. Səyidə sözündə səs artımı var. Təbiət sözündə də səs artımı var. Bunlar təbii ki, tələffüzə baxılıb da qərar verdiyimiz izahlardır. Davam edək 5-lə. İsim üstəgəl isim sxeminə uyğun gələn birləşməni göstər. Taxta, qapı. Metal, material bildirən sözlər isimdir. Qapıda isim olduğunu bilirik. Şirin sifət, dalğalanan feili sifət, yəni feil. Odlu sifət, həmin isə əvəzlidir. Yəni, bu tərəflər isim olmağına baxmayaraq, birinci tərəf isim olmadı deyə digər variantları çıxa bildik. Hansı cümlədə çoxaltma dərəcəsində olan sifət işlənmişdir? Çoxaltma dərəcəsində olan sifət. Birinci sifəti tapaq. Hamı tələsi yığışıb onlara tərəf getdi. Burada sifət yoxdur. Mərd oğullar cəsarətlə döyüşdülər. O, qorxudan çox yavaş danışırdı. Burada da sifət deyil, çünki yanında hərəkət varsa yavaş sözü artıq zərf oldu. Yəni, C variantında sifət yoxdur. Ağacdakı sarımtıl yarpaqlar tökülməyə başlamışdı. Aha, sifətləri tapdıq hələ ki. Uşaqlar balaca pişiyi görüb sevindilər. İndi siz mənə deyin, işarələdiyim sözlərdən hansı çoxaltma dərəcəsində olan sifətdir? Cavabımız oldu Y variantı. İsim və feilin birləşməsindən yaranan mürəkkəb sözü göstər. İsim və feili birləşdirməliyik. Özü də mürəkkəb söz olsun. Ayaqqabı isim. Dəvədəbanı isim. İtburnu isim. Qarınqulu isim. Hansı söz quruluşca düzəltmə deyil? Uçqun, küçədəki, güclü, sənətkar. Hamısı düzəltmədir. Mənsubiyyət şəkilçisi bilməliyik ki, qrammatik şəkilcə sayılır deyə evimiz sözü sadə sözdür. Mürəkkəb cümləni göstərək. Mürəkkəb cümlə üçün nə etməliyik? Yağan yağış yolları yumuş və bu yağış özü yolu yuyub, ağacı suluyub, otlara həyat verib. Deməli, bütün işləri bir mübtəda icra edirsə, həmin cümlə sadədir. Anam qardaşımı çağırdı. Çağırdı anam, eşitmədi o. Mürəkkəbdir. Hər xəbərin ayrıca mübtədası varsa, o cümlə mürəkkəbdir. Cümləmizdə heç bir vergül yoxdursa, o cümlə sadədir. Cümləmizdə heç bir vergül yoxdursa, o cümlə sadədir. Qardaşım həm skripka, həm də piano çala bilir. Bu qardaşım özü, bax, eynən A variantında necə idi? Bir insan bütün işləri görürsə,
Deməli, o sadə cümləyə aparır. Cavabımız B variantı. Hansı sözdə incə sait uzun tələffüz olunur? İncə sait ecazkar. Gündəlik, məktəbli, maraqlı sözlərində ümumiyyətlə uzanma yoxdur. Xüsusidə incə yox, qalın sait uzanır. Ecazkarda da incə sait uzanır. Verilmiş sözlərdən biri isimdən düzələn sifətdir. İsimdən. Amma sən sifət düzəltməlisən. Yadda saxla, ümumiyyətlə, dar şəkilçisi sözə qoşulub vəzifə bildirirsə, maaş alırıqsa, həmin sözdən sözü izah eləyəndə bir vəzifə canlanırsa beynimizdə, o darlar isim düzəldirlər. Amma əməkdar və evdar xüsusi bir sənət, peşə deyil deyə biz bunu, yəni vəzifə deyil deyə biz bunu isim saya bilmərik. Yəni dar yalnız belə deyək, işçilərə işçi bildirən söz düzəldərsə o zaman isimdir. Əməkdar, evdar bir vəzifə deyil. Davam edək. Balina sözünün fonetik təhlili ilə bağlı düzgün fikri seçməliyik. Yazılış ilə tələffüzü fərqlənir, səhvdir. Açıq sait incə və dodaqlanandır. Açıq sait adı incə və dodaqlanan deyil, səhvdir. Yəni incə deyil də. Vurğu sonuncu hecaya düşür. Balina, yox ki, balina səhvdir. Tərkibində sonor samitlər işlənmişdir. Sonorlar hansılardır? L, M, N, R, yəni lımınırı var. Cavab B. 2 qapalı, bir açıq sait var. 2 açıq, bir qapalı var. Bu da səhvdir. Doğru cavab B variantı. Biri frazeoloji birləşmə deyil. Ol, et, bil frazeoloji birləşmə yaratmaz əsasən. Yaradanlar da az nümunə var da, belə deyək, yaradanlara aid. Əsasən, qəbulda düşəcəksə, sən bil ki, qəbula böyük ehtimalla qaydaya uyğun gələnlər salınır. O səbəbdən də etmək frazeoloji birləşmə yaratmır. Mətni oxuyaq və sualı cavablandıraq. Qədim zamanlarda insanlar bu əqidədə idilər ki, hər kəs anadan olanda çiyni xurcunlu doğulur. Hər kəs yaşadıkca öz eyiblərini xurcunun arxa gözünə, hünərini isə ön gözünə toplar. Bu cəhətə görə insan öz eybini görməz, arxasında olduğu üçün, amma hünərini görər gözünün qabağına gətirdiyi üçün. Fərqləndirilmiş hansı sözü verilmiş qarşılıq ilə əvəz eləmək olmaz? Qədim sözünü çıxarıb keçmiş sözü ilə əvəz eləmək olar. Əqidə, düşüncə, eyib, qüsur, hünər, güc. Uyğundur. Burada bir sinonimin demir ki, deyək ki, eyni nitq səsi saxlamalıyıq. Məsələn, bəziləri çaşıb A düşünər, amma deyər ki, qədim sözü sifətdir, keçmiş sözü fe'li sifətdir. Məsələn, olmaz əvəzləmək. Burada sinonimin istəmir ki, bizdən yerinə qoymaq. Qədim zamanlar, keçmiş zamanlar. Hamısı uyğundur. Cavab C variantıdır. Çünki nə qədər də xurcun və heybə bir-birinə bənzəsə belə, tam eyni sözlər sayılmır. Düzdür, məqsədləri oxşardır. Ortaq məqsədlər üçün istifadə olunsa belə, bunlar hər ikisi fərqli əşyalar sayılır. Doğrudur, hər ikisi yük daşımaq üçün nəzərdə tutulsa belə, formalarına görə, istifadə qaydalarına görə, quruluşlarına görə fərqlənir. Məsələn, xurcunun 2 tərəfi var, 2 bölməsi var, amma heybənin 1 bölməsi var. Yəni, problem deməyək, fərqlər var. Nə qədər də oxşar olsa belə, fərqləri də var. Qısası fərqlər odur ki, məsələn də, xurcun yük daşımaq üçündür, heyvanla yük daşımaq. Heybə isə əllə və ya çiyində yük daşımaq üçündür. Yəni, xurcunu heyvanda istifadə edirik, heybəni isə özümüzdə istifadə edirik. Belə, bu formada yadda saxlayaq. Yəni, elə ən böyük fərq odur ki, heyvanların belinə qoyduğumuz xurcundur, amma insanın özünün daşıdığı isə heybədir.
Cavab C variantı. 15. Verilmiş sxemə uyğun olmayan variantı seçək. Elə bil ki, görək hansının sinonim antonimi səhv verilib. Baxaq. Doğru, yanlış, səhv. Doğrunun sinonimi yanlış deyil. Uyğun olmayan deyir. A variantı. Böyüyün sinonimi iridir, antonimi kiçikdir. Hündürün sinonimi uca, antonimi alçaq. Ağıllı, dərrakəli sinonimidir, cahil antonimi. Güclü, qüvvətli sinonimidir, zəif antonimi. Doğrunun sinonimi yanlış deyil deyə. O səbəbdən cavabımız oldu A variantı. Yazsaydı ki, söz, antonim, o zaman A variantı uyğun olardı ki, doğrunun antonimi yanlış, onun da yəni digər antonimi də səhv. Hansı cümlədə qoşma var? Cavab Y variantı. Evə tərəf. Çalışqan insandır. Sifətdirsə bu ədatdır. Mi ədatdır. C-də ümumiyyətlə köməkçilik hissəsi yoxdur. D-də də ədat var. Akif göl qırağına getməkdən, balıq tutmaqdan, Akif göl qırağına getməkdən, balıq tutmaqdan zövq alırsanmı? Deməli, nə yoxdur? Vergül, vergül, vergül. Görək cavab varmı? Vergül, vergül, vergül sual. Akif, göl qırağına getməkdən. Burada olmaz. Mən deyirəm, axı, necə ola bilər? Variant yoxdur. Yaxşı variant yoxdur. Day, sonuncu sadalamadan sonra niyə vergül qoyaq ki? Sual 17. Akif, göl qırağına getməkdən xitab var. Sadalama var, vergül. Balıq tutmaqdan sadalama bitdi, day vergül qoyma. Zövq alırsanmı? Mı sual ədatı olduğuna görə sual cümləsiymiş. Vergül, vergül, sual. Cavabımız olacaq B variantı. Eyniköklü sözləri müəyyən eləyin. Bilməliyik ki, eyniköklü sözlərdə sadə sözlər ola bilməz. Güldanla gülüşün kökləri eyni deyil, ola bilməz. Cavab Y variantı. Verilmiş cümlədə tamamlıq nə ilə ifadə olunub? Həkim xəstələrə diqqətlə qulaq asırdı. Həkim kimə? Xəstələrə. Sifətlə ifadə olunub da, xəstə, sağlam bunlar. Anonimlik baxımından uyğunsuzluğu müəyyən eləyək. Kimi, bəli, həm kimi gəldi, kimi getdi mənasında əvəzlidir, həm də sənin kimi mövqeyində qoşmadır. Say, nitq hissəsi olaraq isimdir, yəni ümumiyyətlə isim, sifət, say, əvəzlik, nitq hissələrinin adları hamısı isim sayılır. Saymaq feildir. Buruq, sifət isimdir. Əkin feili və əkin sahəsi mənasında isimdir. Bir, say və ədatdır. Hamısının mənası var, hansı nitq hissəsi olduğu. Amma amonimlik axtarıqsa cavab D variantı. Çünki əkin deyəndə vurğu birinci hecaya düşür. Əkin sahəsi deyəndə vurğu ikiyə. Vurğular da yerin dəyişirsə bu amografdır. O səbəbdən cavabımız, yəni amonim deyil, ona görə cavabımız D variantı. Verilmiş iki məlumata əsasən ortaq məqam hansıdır? Getdik. Dəniz tısbağası həyatını demək olar ki, suda keçirir. Ancaq dişilərin yumurta qoymaq üçün sahilə çıxmaları vacibdir. Ana tısbağa sahildə dərin yalaq qazaraq oraya 100 və daha çox yumurta qoyub bastırır, sonra dənizə qayıdır. Yumurtadan çıxan balalar dənizə tez çatmasalar, quşların və yırtıcıların çənginə düşür. Erkək ağcaqanadlardan danışır indi. Heç kəsi dişləmirlər. Onlar əsasən çiçək şirəsi ilə qidalanırlar. Lakin dişi ağcaqanadlara çiçək şirəsi bəs etmir. O, xortuma oxşar, sərt iynəsini dəriyə sancır və qanı soğurur. Qan ona öz yumurtalarını çıxara bilmək üçün lazımdır. O, yumurtalarını suya qoyur. Ortaq məqam nədir? Bax, dəniz tısbağasından danışır və erkək ağcaqanaddan danışır. Görək, bu iki məlumatda ortaq fikir nə sayılır?
heyvanların yaşayış məskənləri, həyatda sağ qalmaq üçün aparılan mübarizə, suda quruda yaşayanların qidalanması, heyvanların tələf olması, müxtəlif heyvanların çoxalması. Bəli, həm dəniz tısbağalarında çoxalmadan danışırlar, heyvanların çoxalmasından. Həm də bax, ağcaqanadlarda yumurtalarını çıxara bilmək üçün lazımdır. Fikir verirsənmi? Yəni, hər ikisi yumurtalarını suya qoyur. Bax, burada da yazılıb. Burada da yumurtalarını qoymaq üçün sahilə çıxmaqları. Yəni, müxtəlif heyvanların çoxalmasından danışır. Deməli, cavabımız olacaq burada C variantı. Çünki deyir ki, C-də xəbər təsdiqdədir. Yəni, feilimiz nəqli keçmiş. Burada şühudidir. Ona görə cavab C variantı. Əvəzlik şəxs əvəzliyidir, yönlük haldadır. Həm tərzi hərəkət var, hanı burada tərzi hərəkət. Həm də zaman zərfi var, doğrudur. İsimlərdən yalnız birində mənsubiyyət var, bəli, doğrudur. İsimlərdən birində. Mübtədası konkretdir və xüsusi isimlə ifadə olunub. Cavab C variantı olacaq. Özünü kəşf etməyən həyatı kəşf edə bilməz. Mübtəda, tamamlıq, xəbər. Cavabımız oldu A variantı. Qarğalar ötməyə başlayanda bülbüllər susar. Zərflik, mübtəda və xəbər olmuş olacaq. Cavabımız A variantı. Ee, 1642-ci ildə Blaise Pascal vergi müfəttişi işləyən atasının işini yüngülləşdirmək üçün ilk hesablama maşınını ixtira etdi. Hesab əməllərini yerinə yetirmək üçün Pascal abak lövhəsində daşları öz oxu ətrafında fırlanan çarxlarla əvəz etdi. O, çarxların üzərində rəqəmləri ifadə edən bölgülər düzəltdi. Pascalın bu maşını toplama üçün yararlı olsa da vurma əməlini yerinə yetirə bilmirdi. 1833-cü ildə isə istedadlı İngilis alimi Charles Babbage istənilən hesablamaları aparmağa qadir olan universal avtomatlaşdırılmış maşın layihəsini həyata keçirdi və onu analitik maşın adlandırdı. Hansı mülahizə yanlışdır? Baxın, burada A variantıdır. Bəs niyə yanlış fikirdir? Çünki razıyıq, atasına kömək məqsədi ilə ixtira edə bilər. Amma, məsələn, baxın, bu hissədə yazılıb ki, Pascalın bu maşını toplama üçün yararlı olsa da vurma üçün yararlı deyil. Amma burada yazılıb ki, bütün hesab əməllərini yerinə yetirir. Deməli, elə ən böyük səhvlik A variantında sayıldı. Təxminən 2 əsrdən sonra ixtira olunan analitik maşın Pascalın hesablama maşının xələfi hesab oluna bilər. Doğrudur. Pascalın kəşfindən əvvəl müxtəlif hesablamalar aparmaq üçün abak adlanan alətdən istifadə olunurdu. Bəli, mətndə də öz əksini tapıb. Daha sonra daim hesablamalar aparmaq məcburiyyətində qalan Pascalın atası yeni mexanizmin tətbiqi ilə işini rahatlaşdırır. Mətndə adı çəkilən 3 qurğunun işləmə prinsipində həm oxşar, həm də fərqli məqamlar var. Bəli, əsas səhvlik budur ki, bütün hesab əməllərini icra etmirdi. Variantımız olacaq A variantı.